Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabəsi Cüleybib, hamı tanıyır, hamı o barədə məlumatı var. Kasıb, qara dərili, heç kimi olmayan bir nəfər idi. Bir gün Peyğəmbər sallallahu aleyhi ve sellemin yanından keçib, həmin sahabə elə adam idi ki, onun varlığını da heç kim istələnirdi, yoxluğun da. Çünki o belə tanınmırdı. Lakin aləmlərin Rəbbi olan Allahın qatında böyük bir hörməti var idi. Muhammed sallallahu aleyhi ve sellem onu görür, deyir ki, ya Cüleybib. Sahabələr də baxırlar ki, o kimdir? Təəccüblənirlər. Deyir ki, ya Cüleybib, ələ tətəzəvvəc. Ey Cüleybib, evlənmirsən? O da deyir ki, ya Rasulullah, mənə kimdir qız verən? Lə məl və lə cəh. Nə bir yaxın qohumum var, nə imkanım var, nə də hörmətim. Səhərsi gün yenə deyir ki, Muhammed sallallahu aleyhi ve sellem, ya Cüleybib, ey Cüleybib, ələ tətəzəvvəc. Evlənmirsən? Deyir ki, ya Rasulullah, mənə kimdir qız verən? Heç nəyim yoxdur, heç qohumlarım da yoxdur. Üçüncü gün Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ya Cüleybib, ey Cüleybib, ələ tətəzəvvəc. Evlənmirsən? O da deyir ki, ya Rasulullah, mən dedim axı, mən nə pulum var, nə qohumum var, heç nəyim yoxdur, mənə kimdir qız verən? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, get Ənsardan filan kəs var, onun qapısını döyün. Deyinən ki, Muhammed sallallahu aleyhi ve sellem sizə salam göndərdi. Və dedi ki, qızı mənimlə evləndirin. Və həmin qız da Mədinədə Ənsarların içində ən gözəl və ən çox elsi düşülən qızlardan idi. Nəsə gedmirdi. Gedir qapını döyür və ürəkli gedir. Çünki göndərən göndərib onu. Muhammed sallallahu aleyhi ve sellem döyür qapını və qızın atası açır. Deyir ki, əssəlamu aleykum. Muhammed sallallahu aleyhi ve sellem sizə salam göndərdi. Və dedi ki, qızı mənimlə evləndirəsiz. O da belə baxır, aşağıdan yuxarı. Deyir ki, belə baxır ona, görür ki, o deyil. Və həmin vaxtda da insanların içində yayılmışdır, bugün olduğu kimi. Evə, miniyə, hörmətə, yaxşı maaşa, gözəlliyə, qolun gücünə qız verənlərin o vaxtı da var idi. İndi belə də o vaxtı da var idi. Yoldaşı qadın eşidir, deyir ki, kimdir? Deyir ki, bəs deyir ki, mən Muhammed sallallahu aleyhi ve sellem göndərib ki, qızı mənə verin. Qadın deyir ki, sən görmürsən onun vəziyyətini, biz onu necə qız verək? Lakin o səsi içərdən həmin qız eşidir. Gəlir, əqidə qadınıdır həmin qız, mənhəc qadınıdır, gecə ibadəti eləyən qadındır, sədəqə verən, oruç tutan, Allah və Rasulunun əmrini iki gözünün qaşının arasında gəzdirən qadındır. Eşidir, gəlir. Deyir ki, ey ata, ana, siz Allah Rasulü sallallahu aleyhi ve sellemin göndərdiyini qaytarırsınız qapıdan. Vallahi mən onunla evlənəcəm. Şey verin, mən onunla evlənəcəm. Razılaşır. Və qızı verirlər ona və onun evlilik gecəsi cihad əmri gəlir. Və elm əhli deyir ki, artıq qadını aparıb evinə. Və qadın hazırlaşıb zifaf gecəsinə. Və o da hazırlaşır. Və onun nəfsinin illərlə istədiyi bir gecə, istədiyi bir andır. Lakin cihad əmri gələndə qalır iki seçimin arasında. Cihad, yoxsa ailənin yanına gelmək. Deyir ki, cihadı seçəcəm. Gedir cihada və döyüşür. Döyüşdən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem şəhidləri soruşur, kim qalıb, kim dünyasını dəyişib və deyirlər, filan kəs dünyasını dəyişib. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əynə həbibi, mənim sevimlim bəs, mənim sevimlim hanı? Onlar başa düşmürlər kimi deyir. Və deyirlər ki, ya Rasulullah, filan kəslər dünyasını dəyişib. Yenə deyir ki, mənim sevimlim, mənə sevimli olan, deyirlər ki, ya Rasulullah, kim dedi? Cüleybib. Və axtarırlar, görürlər ki, döyüşüb, 7 dənə müşriki öldürəndən sonra özü də ölüb, şəhid olub. Peyğəmbər sallallahu aleyhi ve sellem onu görəndə baxır göyə gülümsüyür. Deyirlər ki, ya Rasulallah, ne üçün gülümsədin? Nədir səni təəccübləndirən? Deyir ki, mən gördüm ki, onun huriləri onu qarşılamaq üçün, onu qucaqlamaq üçün bir-birinlə yarışırlar.